Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında 119 namizəd iştirak edib. Bunu Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ləman Hüseynzadə jurnalistlərə açıqlamasında bildirdi. Onun sözlərinə görə 3 saat davam edən imtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla ümumilikdə 100 sual təqdim edilib. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0,5 balla qiymətləndirilib, imtahandan keçid ballı isə 55 olub. Namizədlər test imtahanını yekunlaşdırdıqda topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malik olublar. Növbəti mərhələdə iştirak eləmək üçün namizədlər 15 gün ərzində öz sənədlərini Ədliyyə Nazirliyinin İnsan Resursları İdarəsinə təqdim edirlər və təqdim etdikləri sənədlərə görə ədliyyə orqanlarında qulluğa qəbulla bağlı qanunvericiliyin tələblərinə uyğun olan namizədlər növbəti mərhələyə, söhbət mərhələsinə buraxılacaq. Söhbət mərhələsi fərdi qaydada keçiriləcək və hər bir namizədə keçiriləcək söhbət mərhələsi barədə öncədən məlumat veriləcək. Ləman Hüseynzadə həmçinin qeyd etdi ki, bugün də daxil olmaqla indiyədək 26 müsabiqə keçirilib. Nəticədə 1164 hüquqşünas ədliyyə orqanlarına qulluğa qəbul olunub.